Salam əziz müəllimlər və müdavimlər. Hər həftənin 2 günü mövzu izahı verdiyim kimi, bu gün də günlərdən mövzu izahı vermək günüdür. Bu gün sizlərlə bilik və onun növləri mövzusunun izahını paylaşacağam. Ümumiyyətlə bilik nədir? Bilik şagirdə ötürülən informasiyadır. Yəni ki, bu gün mən şagirdə dərs keçəcəm, hansısa mövzunu keçəcəm. Yəni həmin mövzu nədir? Bilik. Həmin o mövzu ilə bağlı olan bilikləri mən şagirdə ötürəcəm. Həmin o, məsələn, bu gün mən isim keçəcəm uşaqlara. İsimlə bağlı olan bütün məlumatları, informasiyaları şagirdə ötürəcəm və şagird isimlə bağlı biliklərə sahib olacaq. Bəs biliyin növləri nədir? Həmin informasiyanın əldə olunması və qavranılmasıdır. Yəni bilik bilirik ki, faktoloji biliklərdir. Artıq biz onu qəbul edib, yəni mənimsəməliyik, qavramalıyıq. Biliyin 4 növü var. Birincisi faktoloji bilikdir. İkinci adı deklarativdir. Suallarda qarşınıza faktoloji kimi də çıxa bilər, deklarativ kimi də çıxa bilər. Faktoloji bilik nədir? Sözün kökü nədir? Fakt. Yəni bu biliyin bu növü faktlardan bəhs edir. Məsələn, mənim adım Ayseldir. Mən Bakıda yaşayıram və ya da mən Bakıda dünyaya gəlmişəm və sair və ilaxır. Yəni ki, özüm haqqında məlumat verirəm. Bunlar faktlardır. Yəni faktoloji biliklərdir. Faktoloji biliklərin 2 növü olur. Birincisi terminoloji, İkincisi isə spesifik. Terminoloji bilik, baxın, sözün kökü termindir. Yəni adından da məlum olduğu kimi biliyin bu növündə terminlərdən bəhs olunur. Yəni belə deyək də hər bir fən müəllimi bilir ki, öz fənnində onun fənninə məxsus terminlər var. Məsəl üçün, kurikulumun da özünə məxsus terminləri var. Bəzən mənə deyirlər ki, müəllim, metakognitiv nədir, dilemma nədir və sair və ilaxır bu kimi terminlər, scaffolding nədir, fasilitator nədir? Yəni bu kimi terminlər çıxır qarşılarına. Yəni bu kurikuluma məxsus terminlərdir. Bəzən elə bir termin olar ki, ixtisasımız olmadığına görə o terminin mənasını başa düşməməyimiz normaldır. Bir sözlə terminoloji terminlərdən bəhs edir və peşə, sənət adlarından bəhs edir. Həkim, müəllim, vəkil, mühəndis və s. Və spesifik biliyin qarşısına belə bir sözdə yaza bilərik, məlumat. Yəni spesifik bilik isə məlumat xarakterlidir, xüsusidir. Yəni bizə artıq hər şeyi dəqiq və aydın şəkildə çatdırır. Məsəl üçün deyirəm ki, isim. İsim terminoloji biliyin, yəni terminoloji növüdür. Niyə? Çünki isim Azərbaycan dili fənninə məxsus olan bir termindir. Və yaxud da fonetika, və yaxud da morfologiya və s. və ilaxır. Amma mən durub isim haqqında desəm ki, isim əşyanın adını bildirən əsas nitq hissələrindən biridir, kimlə hara sualına cavab verir, ay nə bilim quruluşca 3 növü var, 6 halı var və s. və ilaxır. Yəni ismin bütün həyat hekayəsini danışım, ya da elə bir cümlə tərifini deyim, bu artıq olur spesifik. Yəni isim haqqında mənə məlumat verir. Yəni terminlərdə sadəcə termini deyirik, terminin adını. Amma spesifik artıq onu bizə açır, bizə məlumat verir. Deməli, spesifik, yəni faktoloji biliyin spesifik növündə illər, məkan, yer, zaman, hadisələr öz əksini tapır. Filan müharibə filan ildə baş vermişdi. Filan hökmdar filan ölkənin, nə bilim, sultanı idi və s. və ilaxır. Yəni bizə görürsüz məlumat verir. Və yaxud da belə deyim, mən bayaq dedim ki, mənim adım Ayseldir, nə bilim, mən Bakıda yaşayıram və s. Bu da spesifikdir. Özüm haqqında nə verirəm? Məlumat verirəm. Faktoloji bilik biliyin ən sadə növüdür. Hətta sizə daha rahat olsun deyə, yəni faktoloji bilik və yaxud da belə deyim, biliyin növləri taksonomiyanın mərhələləri ilə və təfəkkürün növü ilə sıx bağlı olduğuna görə burada istəyirəm biraz o haqqda da məlumat verim. Məsələn, bura mən indi idrak taksonomiyasının 6 mərhələsini yazacağam. Birinci mərhələ xatırlamaqdır, ikinci mərhələ anlamaqdır, üçüncü mərhələ tətbiq etməkdir,
Dördüncü mərhələ təhlil etmək. Beşinci mərhələ dəyərləndirmək. Altıncı mərhələ isə yaratmaq mərhələsidir. Mən bunları niyə yazdım? Əslində bu başqa bir mövzudur. Sadəcə bilik mövzusu ilə sıx bağlı olduğuna görə məcbur bunu da yazmalı oldum. Bir də sizin qarşınıza belə bir sözlər çıxa bilər. ATS və YTS. Bunlar baş hərflərdir. Aşağı təfəkkür səviyyəsi, yuxarı təfəkkür səviyyəsi. Təfəkkürün 3 növü var idi. Məntiqi, tənqidi, yaradıcı. Yəni aşağı təfəkkür səviyyəsi məntiqi təfəkkür olmuş olur. Yuxarı təfəkkür səviyyəsi isə tənqidi və yaradıcı təfəkkür olmuş olur. İndi faktoloji bilik deyirik ki, Bloom taksonomiyasının, bu taksonomiyanın da adı Bloom, yəni Bloom alimin adıdır, Benjamin Bloom. Bloom'un taksonomiyasının hansı mərhələsinə daha çox uyğun gəlir? Deyirik ki, faktoloji bilik daha çox xatırlama mərhələsinə uyğun gəlir. Və təfəkkür olaraq, görürsünüz, bura aşağı səviyyədir deyə, bu da görürsünüz aşağı səviyyədir deyə, təfəkkür olaraq da daha çox məntiqi təfəkkürə uyğun gəlir. Faktoloji bilik açar sözləri xatırlamaq, yada salmaq, yəni hafizə, yaddaş, sadalamaq, sıralamaq, əzbərləmək, müəyyənləşdirmək. Bu kimi sözlər faktoloji biliyin açar sözlərindəndir. İndi gəldik biliyin, hətta burada da qeyd olunub deklarativ bilik, faktoloji bilik biliyin ən sadə növüdür, məlumat xarakterli bilikdir. Və növləri var terminoloji, spesifik, hər hansısa peşəyə dair terminlər ümumi xarakter daşıyır, yəni peşənin ümumi adını deyir. Nəyinsə xüsusiyyətlərini bilmək, hadisə, zaman, tarix, insanlar və s. aid informasiyalar xüsusi xarakter daşıyır, yəni dəqiq və aydın şəkildə bizə məlumat verir. Konseptual bilik isə biliyin ən mürəkkəb növüdür. 2 və daha artıq faktoloji biliklər arasında əlaqə yaradaraq konseptual bilik yaranır. Nə üçün suallarına cavab axtarır və 3 kateqoriyaya bölünür. Əvvəlcə bunları deyim, sonra nümunələr çəkəcəm. Təsnifat və kateqoriyalar, prinsip və ümumiləşdirmələr, nəzəriyyə, model və strukturlar. Ümumiyyətlə, burada nə dedik? Dedik ki, konseptual bilik biliyin ən mürəkkəb növüdür və ən çox açar sözü də konseptual bilikdədir. Nəyisə anlamaq, mahiyyətini dərk etmək, başa düşmək, öz sözlərinlə izah etmək, sonra interpretasiya etmək. İnterpretasiya sözünün mənası öz sözləri ilə şərh etmək deməkdir. Yəni nəyisə interpretasiya etmək, yəni öz sözləri ilə şərh etmək, ümumiləşdirmək, müəyyənləşdirmək, müqayisə etmək, oxşar fərqli cəhətləri demək, qruplaşdırmaq və s. Bu açar sözlərin hamısı konseptual biliyə aiddir və konseptual bilik Bloom taksonomiyasının daha çox anlamaq mərhələsinə uyğun gəlir. Və təfəkkür olaraq da təkcə məntiqi demirik, yəni daha çox məntiqi təfəkkürə uyğun gəlir. Amma zaman olacaq ki, situasiyalarda yanında tənqidi təfəkkür də götürə bilərik. Bu da belə. İndi gəldik. Prosedural bilik biliyin 3-cü növüdür və daha çox texniki fənlərlə bağlı olur, yəni riyaziyyat kimi fənlərlə bağlı olur. Hər hansısa bir işin alqoritmini, ardıcıllığını, metodunu, üsulunu, yolunu bilmək deməkdir. Bu biliyə sahib şagirdlər hər hansı fənlə bağlı bacarıqlara malik olur. Məsələn, şagird artıq məsələni həll etməyin yolunu bilirsə, mən bu məsələni necə həll edəcəm? Hansı yolla, hansı üsulla, hansı metodla həll edəcəm? Bu yolu bilirsə, deməli prosedural biliyə sahibdir. Bayaq da dediyim kimi, ümumiyyətlə prosedural bilik texniki fənlərlə daha çox bağlı olur. Necə sualına cavab axtarır? Məsələn, necə olur ki, yağış yağır? Yəni, yağışın yağma prosesi necədir? Yəni, bunu biz ardıcıllıqla deməli ki, əvvəlcə, buxarlanma baş verir, buludlar dolur və s. və ilaxır. Yəni, bu ardıcıllığı danışırıqsa, deməli, bu prosedural bilikdir.
Su necə dövr edir? Yəni bu ardıcıllığı danışırıqsa prosedural bilikdir. Nə bilim, maşını necə xodlayım? Yəni burada bir ardıcıllıq var da. Əvvəlcə açarı tax, sonra nə bilim, rulu neynə, nəsə oralarını mən bilmirəm. Yəni də bir ardıcıllıq, o maşını sürməyin də öz yolu, öz üsulu, öz metodu var. O ardıcıllıq var. Sırayla edirik. Ona görə də bu da prosedural biliyə aiddir. Sonra məsələn fonetik təhlil, morfoloji təhlil, sintaktik təhlil, bu kimi təhlillər varsa, məsələn deyirsən ki, məktəb sözünü fonetik təhlil elə. Biz elə orta məktəbdən yadımızdadır ki, həmişə birinci M-dan başlayırdıq. M, nə bilim, samitdir, cingiltilidir, saitdir, nə bilim, incədir, dodaqlanmayandır və s. Yəni sırayla gedirdik. Görürsüz, burada da ardıcıllıq var. Və ya da sintaksi təhlil edəndə belə deyək də, əvvəlcə cümlənin, yəni baş üzvlərini tapırıq, mübtəda xəbəri tapırıq, sonra keçirik ikinci dərəcəli üzvləri axtarmağa. Yəni görürsüz, yenə də bir ardıcıllıq var. Yəni təhlillər varsa, fonetik, morfoloji, sintaksiz təhlillər. Esse yazmaq. Esse yazmaqda da ardıcıllıq var. Esse 3 hissədən ibarət olur. Birinci hissə giriş, İkinci hissə əsas, üçüncü hissə isə sonluq da deyirlər, nəticə də deyirlər. Yəni uşaq bu ardıcıllığı bilirsə, demək prosedural biliyə sahibdir. Hətta DİM-də, buraxılış imtahanlarında, deməli qəbul imtahanlarında da uşaqlara suallar düşür. Məsələn, mətn verir, qarışıq şəkildə verir. Məsələn, əsas hissəni tutalım ki, birinci cümlədə verib və yaxud da nəticəni birinci cümlədə verib, deyir ki, ardıcıllığı düz. Əgər uşaq onu, o sıralamanı bilirsə, ardıcıllığı bilirsə ki, birinci giriş hissə olmalıdır, sonra əsas, sonra nəticə, deməli prosedural biliyə sahibdir. Və yaxud da ki, x üstəgəl 5 bərabərdir 10. Mən bilirəm ki, bu tənliyin yolu var, üsulu var ki, bu tənliyi hansı üsulla həll etməliyəm? X bərabərdir 10 çıx 5. X bərabərdir 5. Bilirik ki, tənliyi həll etmə yol, üsul budur. Deməli, burada da nə var? Yolunu, üsulunu, metodunu bilirəmsə, bu da prosedural bilikdir. Və yaxud da belə bir bizə ifadəli misallar verir. Məsəl üçün 90 böl 5 vur 4 çıx 67. 65 və s. və ilaxırda. Mən artıq bu misalı həll etməyin yolunu bilirəm ki, birinci mötərizənin içindən başlamalıyam. Yəni bir işin yolunu, üsulunu, metodunu, ardıcıllığını, algoritmasını bilmək prosedural bilikdir. Yəni o işin, o proses var. Artıq mən işin icrasına keçirəm. Belə, şagird səhnələşdirməyi bacarır, riyazi üsul, metod, yolları bilir. Bir də prosedural bilik zaman keçdikcə avtomatikləşir. Yəni artıq vərdiş halını alır. Yəni belə deyim də, artıq professionallaşırıq. Məsələn, mən həmişə məsələni qaydaya baxıb həll edirəm 2 dəfə, 3 dəfə. Artıq növbəti dəfələrdə görürəm ki, mən bunu tap özüm həll elədim. Yəni heç qaydaya baxmadan. Artıq məndə bu vərdiş halını alıb. Prosedural bilikdən əldə olunan nəticə deklarativ və konseptual biliklər ola bilər. Prosedural bilik taksonomiyanın daha çox tətbiq etmə mərhələsi ilə bağlı olur və prosedural bilik demək olar ki, məntiqi təfəkkürə aid olur. Niyə? Çünki bayaqdan ardıcıllıqdan danışırıq. Məntiqi təfəkkürün ardıcıl düşünmə növünü yadımıza sala bilərik. İndi gəldik, deməli, burada var 3 kateqoriyaya bölünür. Bacarıqlar, algoritmlər, texnika, metodlar, prosedurlardan istifadə etmək meyar da bizim açar sözümüzdür. Biliyin 4-cü növü və biliyin ən üst səviyyəsi olan metakognitiv bilikdir. Kognitiv sözünü kök kimi götürsək, kognitiv nə idi? Zehin, deməli, zehnimiz, idrakımız, əqlimiz, kognitiv bunlar sinonim sözlərdir. Hətta proqrama, yəni çərçivə sənədinə Jerome Seymour Brunner'in yeni nəzəriyyəsi əlavə olunub, kognitiv və tədqiqat əsaslı öyrənmə nəzəriyyəsi. Orada da yəni kognitiv nədir? Yəni zehni fəaliyyətimizlə bağlıdır. Metakognitiv, bunu belə düşünə bilərsiniz. Bir var iPhone, bir də var iPhone Pro Max. Bu da bir var kognitiv, bir də var metakognitiv. Yəni biliyin artıq ən üst səviyyəsidir. Bu artıq insanın özü ilə bağlıdır. Yəni özü ilə bağlı, özü haqqında biliyə sahib olmasıdır. Məsələn, şagird öz-özünə sual verir ki, mən bu mövzunu necə öyrənsəm daha yaxşı yadımda qalar? Hansı üsuldan istifadə eləsəm bu mövzu mənim daha yaxşı yadımda qalar? Yəni şagirdin özünün necə öyrənməsi haqqında
biliyə sahib olmasıdır. Məsələn, uşaq ingilis dilində oxuyur. Görür ki, yox, yenə də sözlər yadından çıxır. Amma deyir ki, mən ingilis dilində filmlərə və yaxud cizgi filmlərinə baxanda bu mənim daha yaxşı yadımda qalır. Deməli, bu adam özü üçün bir yol, bir üsul seçdi. Adam var, deyir ki, mən ürəyimdə oxuya bilmirəm. Gərək səsli şəkildə oxuyum, o zaman dərs yadımda yaxşı qalır. Adam var, deyir ki, mən dərsi öyrənərkən mütləq şəkildə bunu sanki kiməsə izah edirmişəm kimi izah edirəm və o dərs mənim daha yaxşı yadımda qalır. Yəni görürsüz, insanlar müxtəlifdir və hərə özünə bir yol, bir üsul, bir strategiya seçir ki, mən bunu necə etsəm ki, daha yaxşı öyrənə bilərəm və yaxud da daha yaxşı yadımda qala bilər. Bir sözlə özümüzlə bağlıdır. Burada da 3 kateqoriyaya bölünür: strateji bilik, idraki tapşırıqlar haqqında bilik, şagirdin özü haqqında biliyə sahib olması. Belə, bu günlərim dərsimiz biliyin növləri mövzusuydu. Elə çətin bir mövzu deyil. Dəstəyinizi əsirgəməyin. Sağ olun, salamat qalın.